Hər kəsə salam. Kanalıma və yeni vloquma xoş gəlmisiniz. Çalışmışam ki, gün içində az da olsa nə edirəmsə sizi üçün də vloq çəkim. Hər zamanki kimi oyanar-oyanmaz öncə Tamerlanın kaşasını bişirirəm. Hər dəfə məndən soruşursunuz ki, kaşanı necə bişirirsən? Söz vermişdim ki, həm vloqda bişirərəm, həm də izah edərəm. Hər dəfə kaşa üçün yağlı süddən istifadə edirəm. Çünki o südə su da əlavə edirəm. Bir armud stəkan qədər süd və eyni miqdarda da su. Su ilə südü gördüyünüz kimi balaca qazana əlavə edirəm və üzərinə 2 desert qaşığı qədər pirinc unu əlavə edirəm. Sonra 4-5 qaşıq pesok və qatılaşana qədər onu qarışdırıram. Kaşada süd olduğuna görə əgər tez-tez qarışdırmasam, dibi yapışır və yanır. Və xanımlar, mən kaşaya hər zaman kərə yağı da əlavə edirəm. Bu ona xüsusi dad verir. Həm də ki, pirinc unu uşağın qarnını yığdığına görə kərə yağı buna imkan vermir. İsti-isti yağı kaşaya əlavə edirəm və sonra gedib gəlib qarışdırıram ki, kaşanın üzü qaymaq bağlamasın. Və xanımlar, mən burada bir nüansı qeyd etmək istəyirəm ki, və bunu da bilirəm ki, kaşanı 90% qadınlarımız bişirə bilir. Mən sadəcə rəydə mənə bir neçə dəfə bu haqda sual gəlib deyənə, eyni sualda 5-6 dəfə verilibsə, mən onu vloqda səsləndirirəm. Ən önəmlisi də vloqda səsləndirəcəyimə dair mən onlara söz verirəm. Təbii ki, mənim kaşa bişirməyimin izahsız bir neçə görüntüsü var. Amma bir neçə xanım məndən rica etdi ki, bunu səsli formada bizə izah et. Mən də bu səbəbə görə də izah etdim. Amma gəl gör ki, bəzi xanımlarımız var ki, elə danışırsan ki, elə izah edirsən ki, sanki uşağı öyrədirsən və mən belə insanlara heç cavab yazmadan dərhal onları blok edirəm. Düzdür, inanmıram ki, hal-hazırda bu vloqu izləsinlər, çünki onlar blokdadılar, amma eyni fikirdə ola biləcək insanlar varsa, mən buradan onlara demək istəyirəm ki, bu mənim danışıq tərzimdir. Mənim danışığım heç vaxt kobud olmuyor, aqressiv olmuyor. Vloqda necə rəylərə səs yazıramsa, günlük həyatımda da səs tonum eynidir. Mənə elə gəlir ki, bu cür insanlar o qədər alışıb ki, kobud insanlarla ünsiyyət qurmağa. Normal danışıqlı insan görəndə ona aqressiv fikirlər bildirirlər. Yəni deməyim odur ki, xanımlar, mən çox yaxşı bilirəm ki, kaşanı hər bir insan bişirə bilir. Sadəcə sözlü izahımın səbəbini də artıq sizə bildirdim. Əgər bunu məndən istəməsələr, mən də vloqda qeyd etməzdim. Vloqda bunu danışıramsa, deməli izləyiciyə önəm verirəm. Və xanımlar, kaşanı qoydum soymağa. Keçirəm əvvəlcədən doğradığım toyuqları yumağa. Bugün menyuda duxovkaya toyuqla kartoşka qoymaq istəyirəm. Bunu da ən çox qızım istəyir. Xanımlar, bilmirəm sizdə də belədir yoxsa yox. Bizdə hər axşam mən durmadan düşünürəm ki, görəsən səhərə nə yemək bişirim. Məni iş görməyə qətiyyən yormur. Bu düşüncə ki, var səhərə nə bişirim. O düşüncə məni o qədər yorur ki, səhərə yaxın ayılıram, deyirəm görəsən sabah nə bişirim. Hətta bu fikir mənim yuxularımı da qaçırdı. Mən qızımdan soruşuram ki, nə bişirim? O yalnız kartoşka qızartması istəyir. Bizim evdə nə yemək bişsin, günün sonunda mütləq kartoşka qızartması olmalıdır. Mən bilmirəm, mənim qızım kartoşka qızartmasında nə görüb. Kabab da versin, deyəcək ki, kartoşka qızartması bişir. Xanımlar, evin səs-küyünü eşitdiniz. Bu bizim evin ən normal halıdır. Mənim qızım və Tamerlan televizorda mahnılara o qədər xod verirlər ki, bəzən qapı döyülür, telefon zəng çalır, heç onu da eşitmirəm. Hərdən istəyirəm ki, asmır vloq çəkim, sakitçilik və yalnız gördüyüm işin səsi gəlsin. Amma bu bizim evdə qətiyyən mümkün olmur. Gecə saat 1-ə kimi polnuxod musiqi. Hər gün qızıma deyirəm ki, yaxşıdır ki, biz bina evində qalmırıq. Yoxsa qonşular bizi çoxdan köçürtmüşlər.
düşmüşdü. Hətta maşınla da harasa gedəndə istəyirlər ki, polnuxod versinlər. Buna mən icazə vermirəm. Çünki çox acığım gəlir. Maşında mahnıya polnuxod verib sürən insanlar. O qədər görgüsüz görünürlər ki, bəzən elə bir mahnı olur ki, dəhşət xoşum gəlir və həmən mahnı mənim həyatımı əks elətdirir. O zaman maşın sürərkən biraz xod verirəm, bu mənə xoş gəlir. Amma mütləq və mütləq bütün şüşələri bağlayıram ki, yoldan keçənlər mahnının səsini eşitməsinlər. Mahnıya görə çönüb maşına baxmasınlar. Bu o qədər pis görsənir ki, da bir dəfə məktəbin yanında qızımı gözləyirəm. 1:07 keçirdi. Qapıların şüşələrinin 4-ü də açıq və fevral ayı idi. Dəhşət şaxta var idi. Bu insan maşında mahnıya o qədər xod vermişdi ki, maşının qapısının içində olan şüşələri belə cingildəyirdi və sürücünün də qolu bayırda yaxşı əhval-ruhiyyə ilə maşını idarə edirdi. İstər-istəməz o qədər xod verən maşına çönüb baxırsan, amma baxanda da heç yaxşı niyyətlə baxmırsan. Mən bu cür insanları görəndə hər dəfə düşünürəm ki, görəsən uşaqlıqda bu qədərmi bunu əziblər? İndi ehtiyac duyur bu qədər özünü göstərməyə. Bu cür insanlar da həm əsayişi pozurlar, həm də ki elə zənn edirlər ki, onlar oliqarx görsənir. Bəlkə aramızda başqa cür düşünən insanlar var, amma bu mənim sırf şəxsi düşüncəmdir. Mama, como faz? Sabe assim, ó. Xanımlar, istəyirəm biraz mənə verilən suallardan danışım. Demək, xanımların çoxsu yazır ki, vloqda özün danış, musiqi yerləşdirmə. Hətta bugün bir xanımın rəyini oxumuşam ki, sən musiqi yerləşdirən zaman hətta kövrəlirəm, ağlayıram. Mən istəyirəm ki, bunu dəqiqliyi ilə danışım sizə. Lap birinci səbəb, çox danışan insan olmadığıma görə. Mənə elə gəlir ki, belə insanların da söz ehtiyatları olmur. Məsələn, nə danışım bilmirəm. Əgər mənə rəylərdə suallar yazsaz, hər vloqda cavab verərəm. Sual da olmayanda durduq yerə nə danışım bilmirəm. Bunu keçən vloqda sizə qeyd etmişəm ki, mən özümü bloger kimi təsəvvür etmirəm deyənə və YouTuberdə bilmədən olduğuma görə heç gözləmirdim ki, belə olar. Ona görə də nə danışacağıma dair bir bilgim yoxdur. Yalnız siz mənə suallar versəz, onlara cavablar verərəm. Hələ ki, məni belə idarə edin. Çünki dediyim kimi, YouTube-a hələ ki hakim deyiləm. İkinci versiya isə, sözün düzü xanımlar, belədir ki, mən danışan vloqlar çəkəndə məni yalnız öz ölkəmin vətəndaşları başa düşür. Vloquma başqa ölkədən də baxanlar var. Bunu statistikada görə bilirəm. Amma burada bir nüans var ki, onlar mənim nə dediyimi başa düşmürlər. Mən yalnız ASMR formatlı vloq çəkəndə onlar mənə baxır və bu da mənə xeyir olur. Məsələn, bundan öncə paylaşdığım vloqda durmadan danışmışam, amma vloqumun baxış sayı xeyli az idi. Statistikada baxanda məlum oldu ki, mənim danışığımı başa düşmədiklərinə görə, çünki dilimizi bilmirlər, buna görə də vloqumu yarımçıq saxlayıblar. Amma ASMR formatlı olanda vloquma axıra kimi baxırlar. Yəni ki, xanımlar, mən indi qalmışam iki variant arasında. Bilmirəm vloqları ASMR çəkim ki, belə olanda başqa ölkədən olan izləyiciləri itirirəm və yaxud da çox danışım, ölkəmizdə az sayda insan məni izləsin. YouTuberin işi həqiqətən də çətin olur. Odla su arasında qalırsan, bilmirsən ki, hansı variantı seçəsən. Mən belə deyim də, xanımlar, bir-iki dəfə çox danışılan vloqlar paylaşacağam və nəticə çıxardacağam ki, hansı vloq daha çox baxılırsa, o istiqamətə də yönəlmək istəyirəm. Çünki mən YouTube-da hələ ki davam etmək istəyirəm və burada hədəfim böyükdür və istəyirəm ki, ölkə daxilində də izlənilsin vloqlarım. Bunu da qeyd edim ki, mən burada passivəm biraz, bunu boynuma alıram. Amma gün gələcək ki, hardasa 2-3 il mənə lazımdır. Mənim planladığım müddət gəlib çatandan sonra
sonra mən burada daha aktiv iştirak edəcəm. Və xanımlar, bir sual da belə idi ki, mən xanımın rəyini gördüm, ona cavab yazmaq istədim, amma sonradan rəyi tapa bilmədim. Çox güman ki, öz rəyini silib, ya da ki, mən tapa bilmirdim. Deməli, xanım rəyində belə yazmışdır ki, mən bilmək istəyirəm ki, sən hər dəfə belə iş görürsən, yoxsa tək vlog çəkəndən çəkənə bu cür iş görürsən? Buradan o rəyə cavab vermək istəyirəm. Baxın xanımlar, əgər ki, mən tək vlogdan vloqa iş görən insan olsam, hər vloqda görərsiniz ki, mənim qabım qacağım nə gündədir. Peçim, moykam, şkafın üzərindəki qab-qacaqlar və digər əşyalar. İnanın ki, xanımlar, mən vloq çəkəndə daha az iş görürəm, çim vloqu çəkməyəndə. Vloq çəkməyən zaman daha yaxşı iş görürəm. Səhərdən axşama kimi hər yeri tərtəmiz edirəm, amma vloq çəkəndə isə sadəcə bir otağı təmizləyə bilirəm. Çünki vloqu çəkərkən iş görmək çox çətindir. Bunu iş görərkən vloq çəkənlər daha yaxşı bilər. Amma inanın ki, günlük həyatımda sizə göstərmədiyim qat-baqat çox işləri mən görürəm. Bunu tək vlog xatirinə etməməyim buradan da bilinə bilər ki, mən vlog çəkən zaman görürsüz ki, hər yer tərtəmizdir. Misal üçün, mən yemək bişirirəm, peç təmizdir. Qab yuyuram, moyka təmizdir. Buradan da başa düşülür ki, vlog olmasa da mən eyni təmizliyi hər gün edirəm. Adicə bunu deyim ki, xanımlar, elə olub ki, mənim qızdırmam olub, heç halım olmayıb ki, yerimdən durum. Amma məcbur olmuşam yemək bişirim və qazan batır, çirk olur. Elə gün olmayıb ki, hətta qızdırmam olsa belə, mən o qazanı adicə şampunlayım, qoyum yerinə. Mütləq onu dəmir simlə, pasta ilə sürtürəm, tərtəmiz edirəm, sonra qoyuram yerinə. Yəni deməyim odur ki, xanımlar, təmizlik mənim ruhuma işləyib. Xəstə olsam da edirəm, sağlam olsam da. Bu təmizlik vlog xatirinə edilmir. Məni ən yaxşı yaxınlarım bilir. Hətta yoldaşımın nənəsi mənə hər zaman deyir ki, mən sizə gəlirəm ki, sən 5 dəqiqə oturasan. Məsələn, dünən gecə saat 3-ə işləyirdi, uşaqlar yatdı. Mənim də qətiyyən yuxum yox idi. Mətbəxdə də 2 sirmə var idi ki, artıq dağılmışdı. Mən o sirməni gecə 4-də işləmişə kimi təmizləmişəm, düzənləyib yığmışam yerinə. Bəlkə də deyə biləcəksiniz ki, bu artıq xəstəlik dərəcəsindədir. Amma mən inanmıram bu xəstəlik dərəcəsində olsun. Bilirsiniz niyə yox? Çünki elə olur ki, mən çox yorğun oluram və dəhşət yuxum gəlir. Elə günlərim də çox olub ki, gecədən qabları yumayıb yatmışam. Düzdür, səhər oyananda görmüşəm ki, moykada qablar yığılıb qalıb. Bu mənim keyfimi pozub, amma nəticədə bunu etmişəm. Əgər məndə xəstəlik dərəcəsində təmizlik olsaydı, yəqin ki, mən o qabları moykada qoyub yatmazdım. Və xanımlar, suallardan biri də belə idi ki, Moskvada bir dəfəlik yaşayarsan, buna da cavab vermək istəyirəm. Və xanımlar, bu mənim net qərarımdır. Əsla və əsla. Mən ora yalnız turist kimi gedə bilərəm. Ən birinci səbəb, mənim soyuğa qətiyyən dözümüm yoxdur. Mənim yoldaşım artıq 3 ildir ki, Moskvadadır. Oranın soyuğunu mən görüntülü danışanda görürəm. Əsla orada yaşaya bilmərəm. Və mənim üçün ən önəmli səbəblərdən ikincisi, mən orada bir qız uşağı böyüdə bilmərəm. Desəz niyə? Bunu da izah edim. Mən xanımlar, 2 il bundan öncə Moskvada 3 ay olmuşam. Turist kimi yoldaşımın yanına getmişdik. Hər axşam çıxırdıq gəzməyə, uşaqları parka aparırdıq, müxtəlif yerlərə gedirdik və mənim gözümü orada qorxudan çox nüanslar oldu. Ən önəmlisini deyim və mən özüm görəndə şoka düşdüyümü deyim. 10 yaşında qız uşağı idi və parkda siqaret çəkirdi. Moskvada demək olar ki, qadınlar kişilərdən çox siqaret çəkir. Hər altı bazar onlar bir yerə yığışıb içki içirlər, hətta parklarda belə. Mən əsla və əsla ölkəni pisləmirəm. Əksinə, Moskvada o qədər xoş günlərim oldu ki, sadəcə olaraq bir qız uşağı böyütmək üçün Moskva heç uyğun yer deyil mənə görə. Bəlkə də Moskvada yaşayan insanlar bu sözümdən sonra vloqlarıma baxmayacaq, amma bu mənim öz şəxsi fikrimdir. Biz orada metroya minərkən cütlüklər arasında o qədər xoşa gəlməz görüntülər görürdük ki, düz metrodan düşənə kimi qızımın üzünü divara tərəf söyküyüb saxlamışdıq. Təsəvvür edin ki, bu halı hər yerdə görə bilərsiniz. Mən bilirəm ki, məni Moskvadan izləyən xanımlar var və məni çox istəyirlər. Mən bunu hər kəsə şamil etmirəm, amma orada yaşayanlar da mənim nə demək istədiyimi çox gözəl bilir. Və bu suala verə biləcəyim bir çox cavab var, amma ki burada demək istəmirəm. Bura elə bir platformadır ki, nə qədər yaxşı olursan ol, səndən nəsə pis tapıb çıxardacaqlar. Demədiklərimi də desəm, mən əminəm ki, məni yanlış anlayacaqlar. Ona görə də hələ ki siz bu səbəbləri bilin. Elə bu səbəblər də mənim Moskvada yaşamaq istəməməyimə kifayət qədər bəs edir.
Demək, xanımlar, stolları da təmizlədim, sonra evi plisosdadım, sildim. Amma polları silməyim zapis olunmayıb. Çox heyfsləndim. Mən də tripodu ora qoyuram, bura qoyuram, gah stolun üzərinə qoyuram. Səbəbi də buymuş ki, telefonumda yer doluymuş. iPhone-larda bu problem məni çox yorub. Nə kart getmir, nə də ki, çoxlu yaddaşı yoxdur. Çox istəyirəm ki, özümə bir dənə Canon kamera alam. Onun da qiyməti hələ mənə görə çox bahadır. Təzəsi 6-7 min manatdır. Əlim gəlmir hələ ki, ona pul verim. Düşünürəm ki, hələ bu telefondan bir müddət idarə etməliyəm. O zaman da belə problemlər yaşayıram. Gərək vloqu yüklədimsə, bütün qaleriyanı silim, təmizləyim ki, növbəti vloqu çəkmək üçün telefonda yer olsun. Təsəvvür edin ki, xanımlar, qonaq otağını yığışdırdım. Bu mənim heç amma heç ürəyimcə olmadı. Çünki nə pərdələri açıb yudum, nə də ki, lüstrü təmizlədim. Bu təmizlik mənim üçün elə belə bir təmizlik oldu. İstəyirəm spalnini dərindən təmizləyim. Spalninin pərdəsinə Tamerlan pomadamı sürtüb, onları çıxardıb yumalıyam. Elə dedim pərdələri çıxartmışkən də bütün spalnini dərindən təmizləyim. Bunu da təbii ki, sizinlə birlikdə edəcəyik. İndi qalıb özümə gün seçməliyəm ki, nə vaxt edim. Bir də ona görə seçirəm ki, bir işə baş qoşanda o qədər dərindən təmizləyirəm ki, bütün enerjim gedir, sonra da özümü yorğun hiss edirəm. Elə bir gün seçməliyəm ki, həm əhvalım yaxşı olsun, həm də özümü çox gümrah hiss edim. Spalnidə mənim üçün ən önəmli yer hal-hazırda şifanerdir. Şifanerdə paltarlar artıq qarma-qarışıqdır. Geyinmədiklərimi verəcəm ehtiyacı olana və yaxud da qızıma. Hansını ki dəqiq geyinəcəmsə, yalnız onları saxlamaq istəyirəm. Çünki şifanerim çox balacadır, paltar da çoxdur. Paltarı ütülüyürəm, asıram və götürəndə qırış-qırış götürürəm. O qədər sıxlıqdır ki, paltarlar əzi-yüzi olur. Sırf buna görə də oranı seyrəltmək istəyirəm. Və xanımlar, ən önəmlisi bilirsiniz nədir? Mən bu dəfə tək ehtiyacı olana yox, qardirobumdan 1-2 dənə parça seçib izləyicimə göndərmək istəyirəm. Mənə elə gəlir ki, spalnini təmizlədiyim vloqa mütləq baxın. Əgər bədən proporsiyonu mənə uyğun olan xanım varsa, o zaman daha da yaxşı baxar. Eyni bədən formasındayıqsa, mənim paltarım mütləq olacaq deyə düşünürəm. O zaman artıq geyinmədiyim, zamanında sevə-sevə aldığım paltarı öz izləyicimə hədiyyə kimi göndərəcəm. Əgər rayonda belə qalan olsa, mən ona poçt vasitəsilə yollayacağam. Yetər ki, mənə poçt ünvanını dəqiq desin. Amma burada bir nüans var. Bu təbii ki, mənim üçün sıxıntı olacaq. Çünki bilirəm ki, bir çox insan yazacaq ki, mənə göndər. Mən qalacam seçim arasında. İstəmirəm ki, heç kim məndən inciməsin. Bunu necə edim bilmirəm. Mənə fikirlər versəz çox sevinərəm. Həm istəyirəm göndərim, həm də heç kim məndən inciməsin. Çünki mən təkəm, siz çox. Məsləhətinizə ehtiyacım var. Rəy bölməsində fikirlərinizi mənə bildirərsiniz. Bilirsiniz ki, hər kəsin rəyini tək-tək oxuyuram, tək-tək cavablandırıram. İstəmirəm heç kimin ürəyini qırım. Əgər kiməsə cavab verməmişəmsə, deməli həqiqətən də görməmişəm. Və xanımlar, vloqun artıq sonuna gəldik, çatdıq. Dediyim kimi evi də silmişdim, amma səndimə vloq zapis olunmayıb. Bura kimi mənə baxmısınızsa, sizə təşəkkür edirəm. Əgər kanalıma abunə deyilsinizsə, abunə olmağınızı rica edirəm. Bu mənim üçün çox-çox önəmlidir. Bir insanın ürəyi təmiz olanda onun xarakterinə və etdiyi əməllərə yansıyır. Təsəvvür edin ki, mən bizim blogerlərə demək olar ki, baxmıram, çünki buna qətiyyən vaxtım yoxdur. Düşünün ki, mən vloqlarımı paylaşıram, amma onlara bir dəfə belə olsa təkrar baxmıram. Amma bizim youtuberlər, blogerlər mənim qarşıma çıxan kimi onlara tez abunə oluram. Çünki istəyirəm ki, öz ölkəmin, öz vətəndaşları irəli getsin, bütün dünyada bizim ölkənin vətəndaşları tanınsın. Mən özüm belə insan olduğuma görə hər zaman düşünürdüm ki, hər kəs belədir. Amma sonra gördüm ki, bu belə deyil. Bunu da nədən anlayıram? Çünki bir vloq paylaşırsan, ən az 10 min insan sənə baxır, amma abunə olmur. Bunun səbəbi nədir bilmirəm, mən heç anlamıram. Çünki özüm kimdən xoşum gəlirsə, dərhal ona abunə oluram. Əgər baxırsınızsa, hələ də abunə deyilsinizsə, zəhmət olmasa abunə butonuna basın. Növbəti vloqda görüşərik. Sağ olun, salamat qalın.